Salam, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda sizə xaçapuri hazırlanması qaydasını və reseptini paylaşıram. Qaba 3 stəkan un ələyirik. Üzərinə 100 ml duru yağ, bir xörək qaşığı quru maya, bir çay qaşığı duz, 2 xörək qaşığı xama və ya qatıq, bir yumurta, %150 qram süt, bir xörək qaşığı şəkər tozu əlavə edib xəmiri yoğururuq. Xəmir yumşaq olmalıdır, sıyıq olur və beləcə xəmiri yoğurub 1 saat mayalanmağa qoyuruq. Qaba 100 qram kəsmik, yağlı ağ duzlu pendir 100 qram, %100 qram Holland pendiri, 150 qram sulugini. Pendirlərin hamısı rəndədən keçirilir. $200 qram mozzarella pendiri, və daha yağlı olması üçün krem pendir, 100 qram krem pendir və kərə yağı əlavə edilir. 100 qram kərə yağı əlavə edilir, qarışdırılır, yaxşı qarışdırılır və bu qarışımdan 3 yumru top deməli hazırlayırıq. İçlik bu vəziyyətdə olur və onu soyuducuda gözlədirik. Siz əlinizin altında olan və ya zövqə görə olan pendirlərdən də istifadə edə bilərsiniz. Xəmir mayalanıb, gördüyünüz kimi mayalandıqdan sonra ondan kündələr eləyirik. Görürsünüz ki, xəmirimiz çox sıyıqdır. Taxtanı unlayırıq və xəmiri toparlayıb kündələr hazırlayırıq.
Kündələrdən bir-bir yayırıq. Əvvəlcə əlimizlə açırıq. İçərisinə pendir topunu qoyub bükürük. Gördüyünüz kimi əlimizlə açırıq və bükürük. Sonra onu əvvəl əlimizlə yastılayırıq, sonra isə oxlu və ya mərdanə ilə forma veririk. Bu zaman yapışmamaq üçün ondan istifadə edirik. Və istədiyimiz ölçüdə, yəni xaçaporini yayıb yağlı kağızın üzərinə qoyuruq, üzərinə yumurta sarısı çəkib 180 dərəcədə 20-25 dəqiqə peşdən asılıdır. Üzəri qızarana qədər bişiririk. Digər kündələrdən də eyni qaydada xaçapuriləri hazırlayıb dondurucuda saxlamaq üçün qablaşdırıram. Xaçapurimiz hazırdır. Sobadan çıxartdıqdan sonra üzərinə kərə yağı çəkilir. Mən əvvəl unutmuşdum. Biraz gec yağladım. Kərə yağı ilə yağlanır və budur bizim xaçapurimizin görünüşü. Dadı da çox mükəmməldir. Buyurun siz də hazırlayın. Nuş olsun. Ağız dadınız heç zaman pozulmasın.